Salam dəyərli izləyicilər. Biz bugün funksiya və qrafiklər mövzusunun birinci bölməsini 2025-ci il ikinci hissə riyaziyyat test toplusuna işləyəcəyik. Vaxt itirmədən suallarımıza başlayaq. Birinci sual. Deməli, y bərabərdir 3/1 x 20 funksiyasının sıfırlarını tapın. Belə olanda biz həmin funksiyanı sıfıra bərabər edirik. Yəni, əlimizdə olan funksiya 3/1 x çıx 20 bərabərdir 0. 3/1 x bərabərdir 20-ni o tərəfə keçiririk. -20-ni eləyir 20. X da bərabərdir 20 bölünsün 3/1. O da bərabərdir 20 vurulsun 3 edir 60. Deməli, cavabımız C variantı. İkinci suala keçirik. Y bərabərdir 9 funksiyasının sıfırlarını tapın. Məlumdur ki, biz bu ifadəni sıfıra bərabər edə bilmərik. Çünki 9 sıfırdan fərqli bir ədəddir, rəqəmdir. O səbəbdən burada cavab yoxdur olacaq. Yəni, boş çoxluqda deyə bilərik. D variantı. Keçirik üçüncü suala. Y bərabərdir k bölünsün x funksiyasının qrafiki D9 -3/1 nöqtəsindən keçirsə k-nı tapın. Əvvəla biz bilməliyik ki, birinci yerdə x durur, ikinci yerdə y durur. Belə olduğu təqdirdə x-in yerinə qoyuruq 9, k bölünsün 9 bərabərdir. Y-in yerinə də qoyuruq -3/1. Bunlar ixtisar getsə 3, k da bərabərdir. Bu tərəfdə mənfi olduğundan, yəni çarpaz vuranda eləyir -3. Bu üçüncü sualımız idi. O da eləyir A variantı. Keçirik dördüncü suala. Bu da eyni tipli sualdır. Y bərabərdir k bölü x. Burada qrafik. Deməli, bu nöqtədən keçir 25 və 5/1. Yenə gətiririk x-in yerinə -25 qoyuruq, y-in yerinə də 5/1 qoyuruq. Yəni, k bölünsün -25 bərabərdir 5/1. Bunları ixtisar eləsək, burada qalır 5, mənfisini də unutmuruq. K da bərabərdir -5. Cavabımız B variantı. Növbəti suala keçirik. K-nın hansı qiymətində y bərabərdir k çıx 2 bölü x funksiyasının qrafiki? Əvvəla y bərabərdir k çıx 2 bölü x funksiyasının qrafiki bu nöqtələrdən, yəni -3 və -7. Eyni qayda x-in yerinə qoyuruq -3, y-in də yerinə qoyuruq -7. K çıxılsın 2 bölünsün -3 bərabərdir -7. Çarpaz vursaq k çıxılsın 2 bərabərdir 21. -3 çünki -7-yə vuranda hər ikisinin qabağına mənfi olduğundan müsbət 21 eləyir. K da bərabərdir. 2-ni bu tərəfə keçirəndə müsbətlə keçdiyi üçün 23. O da edir D variantı. 6-cı suala keçirik. 6. Deməli, bucaq əmsalı -0,4. Bucaq əmsalı deyəndə nəyi nəzərdə tuturuq? K-nı. K bucaq əmsalıdır. Eyni zamanda K tangens alfadır. Yəni, bunu bilməliyik. Bucaq əmsalı B hərfi ilə başladığından bəzi şərhçilər bunu orada B-ni nəzərdə tutur. Ancaq K bucaq əmsalıdır. Yəni, y bərabərdir kx. K-nı yerinə qoyuruq. -4x plus B. Funksiyasının qrafiki hardan keçir? A tamamda 5 və 2, 6. Tənliyini qurun. Deməli, artıq x-imiz məlumdur, y-imiz məlumdur, k-mız da məlumdur. Məlum olmayan B-dir.
Onda biz nə edirik? Bu hissələri silək. Əslində altına da yazmaq olar, daha aydın olması üçün. Davam edirik. Deməli, mənfi, biraz qələmimizi başqa edək, mənfi 0,4 vurulsun. X-in yerinə nə qoyuruq? Mənfi 2,5 plus B bərabərdir. Y-imizin yerinə də 2,6 qoyuruq. Mənfi 0,4-ü mənfi 2,5-ə vuranda 1 edir. 1 plus B bərabərdir 2,6. B-imiz də 2,6-dan 1 çıxırıq, edir 1,6. Bu B-imizdir, bu da bizim K-mızdır. Biz onda necə qurmalıyıq? Tənlik Y bərabərdir KX. Yəni, mənfi 0,4x. B-imizdə müsbət 1,6-dır. Mənfi 0,4x üstəgəl 1,5. Cavab burada edir C variantı. 7-ci suala baxırıq. Funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiya y bərabərdir kx plus b-dir. Bu xətti funksiya gedir. İndi baxırıq A variantı x-də 1, yəni x görürük ki, yəni burada bölmə funksiyasını yerinə yetirmir ki, 1 böl x olsun və yaxud da B-də, B variantında x plus x-də 1, B-imiz dəyişən deyil. C-də də 2 dəyişən, D-də 2 dəyişən, yəni 2 dəyişən deyil, 2x. Amma Y variantına baxsaq, burada 5-də x-i biz necə yaza bilirik? 5-də 1 vurulsun x. Yəni funksiya halına salsaq, y bərabərdir. 5-də 1 vur x plus 3-də 1. Bu 3-də 1 b-dir. 5-də 1 də kx plus b-ni verir bizə. Burada cavab Y variantı. Növbəti suala keçirik. Qrafikə görə xətti asılılığı müəyyən edin. Deməli, y bərabər, daha doğrusu burada xətti asılılığı müəyyən edin deyəndə k-mızın əvvəla tangens alfa olduğunu bilməliyik. Y bərabərdir kx. Buradan görürük ki, koordinat başlanğıcından keçdiyindən funksiya olaraq y bərabərdir kx funksiyasıdır bu. Və buradan da k-mızın özünün ümumiyyətlə bir funksiya çəksək daha yaxşı başa düşərik. Məsələn, bura 60 dərəcədir və biz bunu belə endirsək, tangens alfa nəyə bərabərdir? Düzbucaqda. Qarşıdakı katetin ona bitişik olan katetə nisbəti. Bura y-dir, yəni görürük ki, y yoxdur, burada x. Yəni, k bərabərdir y bölünsün x. Oradan da tangens alfa. İndi tangens alfada buradan yazırıq 30 dərəcə, 45 dərəcə və 60 dərəcə. 30 dərəcədə onun qiyməti 1 bölünsün kök altında 3, 45-də 1-dir, 60-da isə kök altında 3-dür. Yəni, buradan tangens 60 edəcək kök altında 3. Funksiya hansı y bərabərdir. Yəni, k-mız kök altında 3 olduğundan kök altında 3, x yazacaq, edir Y variantı. Növbəti suala keçirik. Burada məlum olduğu kimi absiz oxu ilə müsbət istiqamətdə kol bucağı əmələ gətirir. Daha doğrusu koordinat başlanğıcından keçir belə. Və 120 dərəcə. Bura kör bucaqdır. Kör bucaq olanda k-mız necə olur? Sıfırdan kiçik olur. Yəni, yenə bayaqki kimi
K bərabərdir tangens alfa bərabərdir tangens 120 dərəcə. Bu arada yeni kitablarda tangens tanım kimi yazılır deyə çaşdırmasın bu sizi. Onda tangens 180 dərəcə çıx 60 dərəcə eləsək ad dəyişmir. Yəni 180 olanda dəyişmir. Ancaq burada K-nın özü də mənfi olduğu üçün tangensin özü üçüncü rübdə, yəni daha doğrusu ikinci rübdə 1, 2, 3, 4 yazsaq, ikinci rübdə özü mənfi qiymət aldığı üçün tangens 60 özdən mənfi. Həm K-nın yerləşməsindən bunu tapmaq olar, həm də rüblərə əsasən. Tangens 60 da bərabərdir mənfi kök altında 3. Y bərabərdir kx mənfi kök altında 3x edəcək o da. C variantı. Növbəti suala baxırıq. Y bərabərdir kx plus b xətti funksiyasına verilmiş k və b-nin işarələrini müəyyən edin. Yenə bura y, x, 1, 2, 3 və 4-cü rüblər. Əvvəla B nədir? B y oxunu kəsir. Yəni bilirik ki, bura 0 olsa bu hissələr müsbətdir, aşağılar isə mənfi. Bura B-dir. O zaman B-miz 0-dan kiçikdir. Və K. K apsiz oxu ilə müsbət istiqamət, yəni bu istiqamətdə iti bucağı əmələ gətirdiyindən dolayı, bura iti bucaq olduğundan dolayı K-mız necədir? 0-dan böyükdür. Yəni K 0-dan böyük, B 0-dan kiçik edir B variantı. Növbəti suala baxırıq. O da təxminən eyni sualdır, eyni tipli sualdır daha doğrusu. Y, x. Deməli, yenə B-miz nədir? B, Y oxunu kəsir. Bunu niyə belə yadda saxlayın? Bura B-dir. Və K-mız da apsis oxu ilə müsbət istiqamətdə 120 tutaq ki, kör bucaq yazaq. 120 yazmayaq, çünki bilmirik tam olaraq. Kör bucaq əmələ gətirir. Kör bucaq əmələ gətirdiyi təqdirdə deməli, B-miz görünür ki, böyükdür 0-dan, K-mız isə belə olduğu təqdirdə 0-dan kiçikdir. O da edir B 0-dan böyük, K 0-dan kiçik, D variantı. 12-ci suala baxırıq. 12. Bura mənfi 5, bura 5. K, x plus b funksiyasının qrafikinə əsasən K plus b-ni tapın. Biz nə dedik? B əvvəla Y oxunu kəsir. Y bu isə B olur. B. Yəni B-miz buradan görə bilirik ki, 5-dir. K-nı müxtəlif formada tapmaq olar. Belə əvvəla rəngi dəyişə bilsək, dəyişək. Deməli, K-mız məsələn, buradan bura məsafə olaraq baxsaq, 5-dir. Məsafə mənfi ola bilməz, burada 5-dir. K bərabər idi tangens alfa. Tangens alfa da bərabərdir. Qarşıdakı katitin ona kiçik olan katitə nisbətə, 5-in 5-ə nisbətə. Yəni, niyə mənfi 5 olmadı deyəndə bu söhbət məsafədən gedir. O da edir 1. Yəni, K-nı biz bu formada tapsaq, ya da Y bərabərdir Kx üstün əsasən. K bərabərdir. Y bölünsün. X də edə bilirik. Buradan da 5 bölünsün. 5, 1
Belə də yazmaq olar. Və buradan k-nın 1 olduğunu bilirik. Bir də düşünə bilərik ki, x mənfidir. Niyə biz k-yı mənfi olmadı? Yəni, yenə qeyd etdiyimiz kimi bucaq, iti bucaq olduğundan belə olduğu təqdirdə k hər zaman 0-dan böyük olur. K plus b-də də k-nı 1 tapdıq. B də 5 idi. O da 6 qiymətini verəcək A variantı. Keçirik növbəti sualımıza. 13. Y bərabərdir 5-də 3x plus 4. Düz xətt üzərində apsisi ordinatına bərabər olan. Apsis x-dir, ordinat y-dir. Bunlar bir-birinə deyir ki, bərabər olsun. Deməli, biz x və yaxud da y fərqi yoxdur. Elə bu y-i x kimi yazsaq, yazırıq 5-də 3x plus 4 bərabər y yox, bərabərdir x. 4-ü bu tərəfə, x-i bu tərəfə keçirək ya da tərsinə. 4 qalsın, yəni x belə gəlsin, mənfi olmasın deyə. X çıxılsın, 5-də 3x bərabərdir 4. Yəni 5-də 3-ü bu tərəfə aparırıq, mənfisindən 4 qalır yerində. Buradan da 5-də 2x bərabərdir 4. Çarpaz vursaq, deməli çarpaz vuranda da deməli 2x bərabərdir 20, x də bərabərdir 10. X-in y-ə bərabər olduğunu nəzərə alaraq, x 10-dursa, y də 10-dur və x y cəmini soruşurdu. O da x plus y bərabərdir 10 üstəgəlsin 10, 20. Cavab C variantı. Sonra 14-cü sual yenə eyni tipli sualdır. Y bərabərdir 4-də 3x plus 2. Bu arada 14 yazaq. X y-ə bərabərsə 4-də 3x plus 2 bərabərdir x. 2 bərabərdir 4-də 1x o tərəfə keçirəndə belə olacaq. Buradan da x bərabərdir 8. Orada da yenə cəmini soruşursa x plus y bərabərdir 8. Yəni x-imiz 8 deməli y-imiz 8 edir. Plus 8, 10, 6, D variantı. 15. Qrafik hansı funksiyaya uyğundur? Məlumdur ki, hiperbola y bərabərdir k bölünsün x. Y bərabərdir k böl x. O da buradan uyğun gəlir 1 bölünsün x-a. B variantı. Biraz B-mizi düzəldək. Sonra 16-cı sual. Deməli, y bərabərdir k böl x və b böl x funksiyalarının qrafikləri verilmişdir. Əvvəla, məlumdur ki, birinci və üçüncü rüblərdə olarsa, yəni tutaq ki, bura da mənfidir, bu hissələr də mənfidir, bu hissələr də mənfidir. Buradan bir-birinə vursaq, bölsək, mənfi ədədi bir-birinə vuranda və böləndə müsbət alınır. Bura hər ikisi müsbətdir. Burada müsbət. Müsbətlər də bir-birinə vuranda və böləndə yenə müsbət alınır. Burada isə bir tərəf mənfi, bir tərəf müsbət olanda mənfi olur. Yəni, baxsaq indi y bərabərdir b bölünsün x bu hissədədir. Baxın belə. Bir də belə. Deməli, burada b-miz 0-dan kiçikdir.
B sıfırdan kiçikdir. Və o biri rübdə y bərabərdir k böl x. Yəni birinci və üçüncü rüblərdə isə dediyimiz kimi sıfırdan böyük olacaq. O da deməli k sıfırdan böyükdür, b sıfırdan kiçikdir. C variantı. 17'ye baxsaq, hər ikisi birinci, daha doğrusu ikinci və dördüncü rüblərdə yerləşir. İkinci və dördüncü rüblərdə olanda B də sıfırdan kiçikdir, K da sıfırdan kiçikdir. Edir A variantı. 18'ə baxırıq. Bir dənə buraları təmizləyək. Deməli A sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir. Modulda A, B. Moduldan çıxanda necə olacaq? Tutaq ki, A məsələn realda -3-dür. -3 sıfırdan kiçikdir. Buradan yazaq. B-də -5-dir. Moduldan çıxanda həqiqətən B 5-dən böyür, amma realda A-nın özü -3 -5-dən böyükdür. Bu bunun realıdır. İndi funksiyaların qrafikləri necə yerləşmişdir? Əvvəla A da, B də mənfi olduqlarından dolayı biz birinci və üçüncü rüblərdən istifadə etməyəcəyik. İstifadə edəcəyimiz rüblər deməli ikinci və dördüncü rüblərdir. Bu səbəbdən A variantı, D variantı və B variantı ələnir. C və D variantına baxırıq. İndi BX Y xəttinə daha yaxındır və ya C-də isə AX. Biz bunu necə təyin edəcəyik? Əvvəla, məsələn, bura bir dedik axı K, yəni burada Y bərabərdir AX verib, A K funksiyasını daşıyır. K bərabərdir tangens alfa. Bura tutaq ki, bu bucaqda tangens 120 dərəcədir. Bu bucaqda isə tangens olsun 150 dərəcədir. Tangensin qiymətlərinə də baxsaq, deməli burada bucağı böyük olan böyük olacaq. Yəni tutaq ki, buradan bura bucağı böyük olan BX olacaq. Daha doğrusu buradan bura AX olacaq. Buradan bura isə BX olacaq. Ümumiyyətlə, modulda funksiyada belə bir şey var ki, B-nin qiyməti artdıqca o Y-ə daha yaxın olur. Həm bu, həm də burada yəni AX-ın qiyməti tutaq ki, bura tutaq ki, deyirəm 7 olursa, tutaq ki, bura 7 olursa, burada 3 olursa, yəni AX BX-dan daha BX Y-ə daha yaxın olacaq, AX isə Y variantındakı kimi olacaq. Bucağı böyük olan daha böyük olacaq. Növbəti suala baxırıq. 19. Əvvəl buranı təmizləyək. 19. Deməli, sabit funksiyadır. Biz sabit funksiya deyəndə nəyi başa düşməliyik? Məsələn, belə bir şey olsa, bu sabit funksiyadır. Tutaq ki, x-imiz -2 olsun, -3 olsun, -4 olsun. Qiymətlər dəyişməyəcək. Y eyni qiyməti alacaq. Burada f-1, daha doğrusu f1 vur f3 vur f9. Yəni, hamısı eyni qiymət alacaqsa, hamısına y verə bilərik. Neçə edir? -27. O zaman y-ləri bir-birinə vuranda y-in kubu bərabərdir -27. Y də buradan bərabərdir -3. Və bizdən f64-ü soruşur. Yəni, f1-də y idi, f3-də y idi, f9-da y-dirsə,
F 64'də də y-dir. Y-lərin cavabı nədir? -3. O da edir C variantı. Keçirik növbəti suala. Yenə sabit funksiyaya toxunur. Deməli, sabit funksiyada dəyişən olmamalıdır. B çıxı 4, x üstəgəl 2a üstəgəl 3b. Sərgəli xəttimlə də yazdım. Aha, dəyişən olmamalıdır. Bizdə bir bu hissədə dəyişən var, bir də bu hissədə dəyişən var. Yəni a çıx 3'ü sıfırlasaq, b çıx 4'ə də sıfır qiymət versək, bu hissələr məlum olur ki, belə qalacaq. F(x) bərabərdir 2a plus 3b. Dəyişən olmadığı təqdirdə də bu funksiya sabit funksiyadır. Deməli, buradan a bərabərdir 3, b bərabərdir 4 edir. Onda da biz f(x)'ı gətirib qoyuruq yerinə. 2 vurulsun 3. Yəni 2a, 2 vurur 3. Üstəgəl 3b-də b-ni yerinə 4 yazırıq. 3 vurulsun 4. Bərabərdir 6 üstəgəlsin 12. O da edir 18. B variantı. Növbəti suala baxırıq. Deməli, x fərqlidir 5-dən. F(x) da bərabərdir kx plus 5, 5x minus 25. Buradan bizə nəyi soruşur? K üstəgəl, əvvəla sabit funksiyadan x-in yerinə 7-də qoysaq, 8-də qoysaq, 2-də qoysaq, f(x)dan eyni qiymət çıxacaq. Həm də sabit funksiyada belə bir qayda var. Bu qaydanı yadda saxlamaq sizin üçün faydalı olacaq. Deməli, belə bir ifadədə uyğun əmsallarının nisbəti bir-birinə bərabər olacaq. Yəni, k bölünsün 5 bərabərdir mənfi 5 bölünsün mənfi 25. Doğrusu, mənfi 5 bölünsün 25. Bunlar özü 5-də 1 edirsə, k da bərabərdir. Deməli, mənfi 1. Biz k-nın mənfi 1 olduğunu tapdıq. İndi bu ifadənin özünü də sadələşdirsək, kx plus 5, buradan 5'i mötərizə xərcinə çıxaranda x çıxılsın 5, bərabərləşdirsək, k-mız mənfi 1 olduğundan mənfi x plus 5 ya da biz bunu belə yaza bilərik. 5 çıxılsın x, 5 çıxılsın x, aşağıdan da 5, x çıxılsın 5. Deməli, bunlar da ixtisar olunsa, 5'də 1, o da edir mənfi 0,2. Çünki 5 çıxılsın x-lə x çıxılsın 5 ixtisar eləsək, bunlar mənfi 1 edəcək. Və bundan sonra nəyi soruşur bizdən? K plus f2. Dedik ki, bu sabit funksiyadır. Yəni, yerinə gətirib 2-ni də qoysaq, qoymasaq da, funksiyanın qiyməti mənfi 0,2-dir. K-mızın qiyməti də mənfi 1-dir. Mənfi 1 plus mənfi 0,2 bərabər edir mənfi 1,2. O da D variantı. Növbəti suala keçirik. 22. Y bərabərdir 3x minus 7 və y bərabərdir 5x minus 13.
düz xətlərinin kəsişmə nöqtəsinin koordinatlarını. Belə olduğu təqdirdə, yəni kəsişmə nöqtəsinin koordinatlarını soruşursa, biz bunları sıfıra bərabər edirik. 3x çıxı 7 bərabərdir 5x çıx 13. 3'ü bu tərəfə gətiririk. Mənfisindən. 13 də bu tərəfə gətiririk müsbətindən. Yəni 13 çıxılsın 7 bərabərdir 5x çıx 3x 6 bərabərdir 2x. X də bərabərdir 3. Biz x-in 3 olduğunu tapdıq. Amma bizdən nə soruşur? Koordinatları hansı? Yəni koordinatlar x, y əmələ gətirirsə, deməli y də tapmaq lazımdır. Buradan gətirib, yəni onsuz hansı yerinə qoysaq, y eyni ədəd olacaq. X-i yerinə 3 veririk. 3 dəfə 3-ün 9. 9-dan da 7 çıxanda y bərabər edir 2. İndi x, y cəmi də x-imiz 3-dür, y-imiz 2-dir. O da bizə verəcək 6. 23-cü suala baxırıq. Yəni, lövhəni təmizləyək. 23-cü sual yeni tipli sualı deyə diqqətli olun. Bir dəqiqə. Düzəldirik lövhəmizi əvvəlki kimi. Əla. Deməli, iki şagirdin oxuduğu səhifələrin sayını zamana görə dəyişməsinə göstərən fx, gx. Biz artıq məlumdur ki, k nəyə bərabərdir? Y bölünsün x. Buradan birincidə, yəni 18 və izləsək, bura 20 düşür. Buradan k1 bərabərdir. Yəni fx əsasən 18 bölünsün 20x. O da bərabərdir. X eləsək, onda 9x. Sonra cx-ə görə k bərabərdir. Cx burada 15-in 30-a nisbəti 15 böl 30x. Bunu da 3x eləyək. 3x eləyək 5-də 10x. Yine deyir ki, neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin sayı 210 olar. İki şagirdin, yəni birlikdə soruşursa biz bunları toplayırıq. Onda 5x plus onda 9x. Neçəsə deyir 210. Buradan da 10-da məxrəcləri eyni olduğu üçün sürətləri belə yazırıq 210. X bərabərdir 210 bölünsün 10-da 14. Kəsrə böləndə tərsinə vururuq. 14-də 10. 7x eləsək 30. Bu da 2. 5 eləyəcək 150 dəqiqə. Yəni çünki x-imiz vaxtı bildirirdi. Bu x vaxtı bildirdiyindən dəqiqə göstərirdi. X-i tapmaq əslində elə dəqiqəni tapmaq demək idi. Növbəti suala baxırıq. Deməli, bu tip misallar çıxanda qarşımıza onları daha çox tənasüblə həll eləməyin tərəfindəyəm. Belə bir üsula başvuraq. Buranı əvvəl təmizləyirik. Bizə məlumdur ki, ya da dediyim kimi, bunu funksiyasız eləyək. N plus 1. Yəni, tutaq ki, normalda biz yazırıq ki, 4 saata tənasüb nə olanda 10 işçi ya da tərsinə, yəni 10 işçi 4 saata eləyirsə, 70 işçi nə qədər eləyər? Eyni formada bu misala baxsaq, 10 nəfər aşağı düşəndə 10-da n plus 1. N plus 1 saata edirsə, n nəfər deməli n plus 7 saata edəcək.
Və biz bunları tərs mütənasib olduğundan qarşı-qarşıya vururuq. 10 vurulsun n plus 1 bərabərdir. N vurulsun n üstəgəl 7. 10n plus 10 bərabərdir. N'in kvadratı plus 7n. N'in kvadratı plus 7n çıxılsın 10n çıx 10 bərabərdir 0. N'in kvadratı çıx 3n çıx 10 bərabərdir 0. Diskriminantla da tapmaq olar. Tez olsun deyə mən belə yazacağım. N çıx 5 n plus 2 minus üstəgəl daha doğrusu bərabərdir 0. Buradan n mənfi 2, buradan da n 5 olduğu məlumdur. Amma zaman mənfi ola bilməz. Ona görə biz n-i 5 götürürük. Və 20 işçi deyir həmin iş neçə günə görə. 10 nəfər bura deməli neçə olur? N-in yerinə 5 qoyanda 6. Deməli 10 nəfər bunu 6 saata edirsə, belə yazaq, 10 nəfər 6 saata edirsə, 20 nəfər x-a edəcək. Yenə də tərs mütənasib olduğundan qarşı-qarşıya vururuq. 10 vur 6, 60. 20 vur x, 20 x. X də bərabərdir 60 böl 20. Bu da bərabərdir 3 saat. Funksiya ilə başımız qarışmasın deyə elə tənasüblə həll etsək daha yaxşı olar. 26-cı suala baxırıq. Və daha doğrusu 25-ci suallara yazmamışıq. A parametrinin neçə tam qiymətində y bərabərdir 2ax plus 3a-nın kvadratı çox 14a funksiyasının qrafiki ordinat oxunu mənfi hissəsində kəsir. Deməli, ordinat oxunun mənfi kəsəndə nə olurdu? B. B-miz bu zaman sıfırdan kiçik olurdu. Deməli, bura bu kx-dır. Bu isə b-dir. Yəni, y bərabərdir kx plus b-yi əsasən x-in qabağında duran k götürürdük. Qalan dəyişənsiz ifadələr isə b olurdu. Deməli, 3a-nın kvadratı çox 14 sıfırdan kiçik olmalıdır. Daha doğrusu burada 14a da var. 14a'mız var yəni. A-nı mötərizdən xaricə çıxarırıq. 3a çox 14 0-dan. Deməli, ədəd oxu çəksək, bura 0, birinə də 14 bölünsün 3, o da eləyəcək 4 tam 3-də 2. Deməli, 5 qoysaq, 5 dəfə 3-ün 15, 1 müsbət alınacaq. 2 qoysaq, 2 dəfə 3 6, 6-dan 10 mənfi olacaq. Onda o bir hissədə müsbət olacaq. Və aralıq, mənfi qiymətlər alınan aralıq, daha doğrusu hansı müsbət ki, hansı qrafik ordinat oxunun mənfi hissəsində kəsir, 26-ya baxın. O da 0,